لا إله إلا الله لا إله إلا الله لا إله إلا الله. Zəhmət istəyir, riyazət istəyir. Yəni insan istəsə öz mədən həqiqəti vücuduna çata, gərək riyazət çəkər. Havayı nəfsindən göz örtər, şəhvətindən göz örtər, da həqiqəti vücudu zuhura və büruzə gələr. Və elə qoymuş şəhvət. Ondan bu şəhvəti ta havanı kənara vurmayırsan, insan elə bir daş içindədir. غیر از bu زواهر عالم ماده انسان şey görmür. یعلمون ظاهرا من الحیات الدنیا و هم عن الاخره هم غافلون. Pərverdigar aləm insanların barəsində buyuruyor, onlar ki qəflətə giriftardılar, buyuruyor pustin dünyanı tanıyırlar, həqiqət və batin aləmdən gafildirlər. Bu pustin dünya insanı məşğul edir. Bu bədən bir pustindir. Bu درون bu pustində bir həqiqət yatıbdır. O həqiqətə çatmağa gərək havayı nəfsidən keçəsən. Əgər Yusuf havayı nəfsidən keçməsəydi, Yusuf olmazdı. Yusuf havayı nəfsidən keçdi, Yusuf oldu. Liza Allah'a arz edib, Xudaya əlimdən tut kinən, əgər əlimdən tutmasan, əsbu iləyhinnə və əkun minəl cahilin. Əgər əlimdən tutmasan, mən də meyli nəfsani taparam naməhrəmə, vaxtı meyli nəfsani tapdım naməhrəmə, ollam cahil. Yəni mənası budur, hər kəs şəhvəti haram tapsa cahildir. Meyl haram insanı cahil edir. Savada deyir, hər kəsdə meyl haram tapıla, vələ o inki müfəssir Qur'an ola cahildir, vələ o inki sahib risalə ola cahildir. Həzrət Yusuf buyurur, Allah'ın kəlamidir. Yəni vaxtı ki meyl şəhvani gəldi və insan meyl şəhvanisinə meydan verdi, insanlar cahil. Pəs günah insanı cahil eləyir, nə bisavadçılıq. Riyazət istəyir günahdan çıxmağa, havayı nəfsidən. İbn Sirin bir cavan 18 salı idi, 18 sinni var idi, bəzzaz idi, parça sataydı bazarda, doğrugər dedi, parçasını ataydı dalinə, çıxırıydı bazarda, İbn Sirin gəlib parça sataydı, ay parça alan. Bir qapı açıldı, görür kəniz qapıda dayanır. İbn Sirin befərmayın, bizim sahibxanəmiz deyir ki, parçaları ücrəti hamısı mən aldım. İbn Sirin də müştəri axtarır. Aramışla qapıdan girdi, qapını kilitlədilər, qufurladılar. Dedilər, parçayı da almır, amma sən çox gözəlsən. Ha, Yusuf da gözəl idi də. Yusuf da gözəl idi. Be qədri Həzrəti Yusuf gözəl idi. Vaxtı ki məclisə varid elədi, Züleyxa bir məclis-i müfəssəli təşkil verdi. Tamam Misrin xanımların cəmlədi. Yusuf məclisə varid oldu. Hərənin əlinə bir bıçaq verdi, bir meyvə verdi. Ta Yusufun cəmalinə gözləri düşdü. Əvəzin ki meyvəni kəsələr, Qur'an buyuruyor, qəttə'nə əydiyəhunna, hamısı əllərin kəsdi. Yəni zibaiyə bax kinən. Nəcür təcəlli yeriyib, dedilər bu bəşər döyür, mələkdir. Bu cəmali ilə zişt olardı günaha dal çövürməsəydi. Tamam zibai Yusuf bu iki günaha dal çövürdü. Nə o zibai zahirisi? O zibai zahiri zul güzərdi. 5 gün var, 5 gündən sonra yoxdur. Bu 5-6 il cavanında var, uzun soley. Məgər qocaları görməyəcəksiniz? Onlar cavanda idi. Hamını sahib. Qutarı, məhduddir. İbn Sirinə dedilər, varid ol günən. Varid oldu, gördü, əcəb, bəsat-ı günah.
Deyirlər, namaz qılmaq burada insanın əlindən tutayıq. Allahla irtibat bərqərar eləmək, günahla rubəru gələndə əsəri bəllənir. Bu irtibat insanı saxlayır günahdan. Gördü, əcəb. Dedim, mənə icazə verin, gedim qəzaya hacət eləyim. İşğalı yoxdur, varid oldu dəstşuyə, əlin saldı dəstşuyə, tamamı bədənin başdan ayağı nəcasətə bələdi. Çıxdılar, gördülər, əcəb. Bu cəm qapını açdı, daldan hol verirlər, düşdü küçəyə. Deyir, küçədə səcdiyə getdi. Cavan səcdiyə getdi. Səcdədə bir cümlə dedi. Xudaya, şükür olsun sənə, həmd olsun sənə. Libasım nəcis oldu, amma ruhum nəcis olmadı. Xudaya, bu libası rudxanədə yüyərəm, təharət tahar. Vay, əgər günah eləsəydim, harda yüyərdim özümü? Harda yüyərdim özümü? Bu, yəni, insanın həqiqətini kəşf eləmək. Hatif qeybidən səs eşitdi İbn-i Sirin, parçanı qoy qaşın yerində, əlində yarım metri at yerə, bir də bəzzazlıq eləmə, sənə elm verdik, elmi lədunni verdik. Ondan sahibi təbir-i xab oldu. Necə ki, Həzrət Yusuf sahibi təbir-i xab idi. İnsana elm verdik. Elmin bir şəhvətdən qaçmaq, insana təbir-i xab verdik. Təbir-i xab elmini də həqiqəti kəşf eləmək, riyazət.